Bax, əlaqəni sadəcə yaratmaq lazımdır ki, necə eləyək ki, bu gəlib bu şəklə düşsün, düzdür? Birinci götürdük, bunun hamısını 2-yə vurduq. 2-yə vuranda oldu 5-də 2, 7-də 4, 11-də 8. Bərabərdir 2-aya. Sonra, bax, bunun 3 pay versən 5 eləyir, 3 pay versən 7 eləyir, 3 versən 11 eləyir, düzdür? Ona görə dedim ki, 5-də 2 yazmayaq, əvəzinə nə yazaq? 1 çarx 5-də 3. 7-də 4 yazmayaq, yazaq 1 çarx 7-də 3. 11-də 8-in əvəzinə də yazaq 1 çarx 11-də 3. 2-yə vurmuşuq deyə 2-aya bərabərdir. 1, 1, 1 toplaşdı elədi 3 çarx. Mənfini çölə çıxartmışıq. Hamısını həm mənfini çölə çıxartmışam, həm də 3-ü çölə çıxartmışıq. Olubdur nə? 3 çarx 3 vuraq. 5-də 1, 7-də 1, 11-də 1. Bərabərdir 2-aya. İfadənin cavabı axtardığımızdır deyə yerinə yazmışıq 2. Olubdur 3 çarx 3 vurulsun 2. Bərabərdir 2-aya. Nəzrin. Bizim də dərdimiz x-i tapmaqdır da. 3x-i keçirdim yolun özünə oldu. 3x bərabər 3 çarx 2. X-in özü də bərabər oldu. 3 çarx 2 bölünsün 3-ə. Yəni A bəndi. Başa düşən oldu.